Qeyd etdiyimiz kimi Ramiz Mehdiyevə bağlı olan şəxslərin siyasında keçmiş deputat hazırda müxalifət cəbhəsindən olan Gültəkin Hacıbəylinin də adı var. Bu mövzuda yayılan xəbərlərdən sonra Hacıbəyli özünü təmizə çıxarmaq üçün müxtəlif təzadlı açıqlamalar verib. O şəxsi Facebook profilində barəsində yayılan xəbərlərin yalan olmasını qeyd etsə də, reallıq və əldə olunan faktlar bunun əksini deməyə əsas verir. Bəs Gültəkin Hacıbəyli Mehdiyevlə necə dostlaşıb və bunun müqabilində nələrə nail olub? Oxu24.com bununla bağlı özəl mənbələrdən səhih məlumatlar əldə edib. Məlum olub ki, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, Hacıbəylinin deputat seçilməsində Mehdiyevin də xeyir duası olub. Bu əlaqələr Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Faktlardan da görünür ki, Mehdiyevin birbaşa sahib olduğu binalarda Gültəkin Hacıbəyliyə 2 ev hədiyyə edilib. Sayt həmin mənzilin ünvanı və sənədləri barədə dəqiq məlumatlar da təqdim edib. Söhbət Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən çox mərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sir deyil. Bu, həm sənədlərlə, həm də həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da söz gedən tikintilər Ramiz Mehdiyevin evləri adlandırılır. Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir. Məlum olur ki, Mehdiyev Hacıbəylini mükafatlandırmaq məqsədi ilə bina tikilən ərəfədə 2005-ci ildə ona 2 mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ildə həyata keçirilib. Həmin mənzillərdən biri Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179 kvadrat metr sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə etdiyimiz məlumata görə Hacıbəyli sözgedən mənzili hazırda yüksək məbləğə kiraya verib. Eyni binanın 13-cü mərtəbəsində Hacıbəyliyə xüsusi xidmətlərinə görə Boz Kardinal tərəfindən daha bir mənzil bağışlanılıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178 kvadrat metr sahəsi olan 4 otaqlı mənzildə Hacıbəyli özü tək yaşayır. Söz gedən binanın hansı şirkət tərəfindən inşa edilməsi barədə faktlar da əldə edilib. Araşdırmamız zamanı məlum oldu ki, bina 2005-ci ildə Topaz MTK tərəfindən inşa edilib. Mətbuatda yayılan xəbərlərdə söz gedən MTK-nın da Ramiz Mehdiyevə məxsus olduğu qeyd olunur. Onu da qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycan Respublikası Milli Məclisinin 2-ci və 3-cü çağırış deputatı olub. Bu isə 2000-2010-cu illəri əhatə edir. Mənzillərin də ona deputat olduğu zamanda verildiyi bir daha sənədlərlə və tarixlərlə təsdiqlənir. Sonda bir sual açıq olaraq qalır. Əgər Gültəkin Hacıbəylinin özünün dediyi kimi Ramiz Mehdiyevlə heç bir əlaqəsi olmayıbsa, onun birbaşa rəhbərliyi ilə tikilən binada mənzillərə necə sahib olub? Bu suala cavab almaq məqsədi ilə hazırda Türkiyədə olan Hacıbəyli ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab vermədi. Gültəkin Hacıbəylinin söz haqqını tanıyır və məlumatda təqdim edilən faktlarla bağlı onu da mövqeyini işıqlandırmağa hazırıq.